Günleri de gösterim size. Günler bu olacak da. Çok güman ki günler budur. Budur günler. Ağır ki bu günler de var. Bu günler var. 60'dan çok yaşı var. Mama Rosalardan biri budur bak. Oo indi. Hele ben çattıramıram. Biri ikinci ne olacak? Yetimler evinden organ. İlik organ mafyası. Oo iten uşaqların gizlədilməsi. Cinayətlərin bağlanması. Organ satışı. Fuad Ələsgərovun yetimlər evi, uşaq evləri. Fuad Ələsgərova görə özünü göydən atanlar, özünü məhv eləyənlər. Neçə cinayətin bağlanması bunlardan gələn dəfə danışıram, çatdıramıram. Dəqiq faktdır. 60'dan çok yaşı var. Köhnə əxlaqsız qadınıdır. Hansı ki o neydi onun adı? Gülnar Rəsulova bu günə kimi yanında saxlayıb bütün Fuad yatağına soxduğu adamları o kontroldan keçirir. Cibini yoxlamaq, orasını yoxlamaq, burasını yoxlamaq, xəstəliyini yoxlamaq, nə bilim şeyini yağlamaq, nə bilim neyləmək. Necə olubdur Fuad daldan şeyləməyi xoşlayır Fuad. Sulu gedib dırıqlayıbdır. Qarnı ağrıyırmı, ağrımırmı? Tualetdə aparır, otuzdurur, yanında durur Gülnar Rəsulova. Tamamen anos dəliyini boşaltsın ki Fuad birdən şey eləyəndə oradan bir şey çıxmasın. Ay hər şeyi danışdırmayın da mənim abrım getdi. Dəqiq sevgilisi, en çok pusat sevgilisi Səadət Yusufovadır. Səadət Yusufova. Onu hətta prezident aparatında şöbə müdürü də etmişdi Səadət Yusufovanı. Sonra Səadət Yusufova ərə getdiyinə görə araları bir az soydu. Amma Səadəti işsiz də qoymadı. Səadət çox seksual idi, yaxşı. Bunu təmin eləyirdi deyə Səadəti yanına işə düzəltdi. Səadəti işsiz qoy, işə düzəltmək adından ərindən araladı. Əri qısqancı idi. Hazırda Mədəniyyət Nazirinin mavinidir. Mədəniyyət Nazirinin mavini var ha, Mədəniyyət Nazirinin mavini. Səadət Yusufova. Heç olmasa həftədə bir dəfə gəlib bununla şeyə girir. Bu ikisindən biridir da, bu çırıqlardır da, bu ikisindən biridir da, bu ikisi. Bunun yanında saxlayan 60 yaşlıdır. Bu da deyən Səadətdir. Fuad çox əxlaqsız adamdır. Həmin Orxan Dadaşov başqa şöbədə sektor müdürü təyin edilsə də yenə də Fuada qız daşıyır. Orxan Dadaşov Fuada qız daşıyır. Bəy, siz göstərdiyiniz qızı da maska taxıb qayırıbdır. Maska taxıb Fuad Ələsgərovun qayırdığı qızlardan biridir. Siz göstərdiyiniz o Gülnardır, nədir o qızdır. Müğənniləri onun üçün, hətta müğənniləri də çıxardı. Oxuyan müğənnilər varmı? Onlar da çıxardı. Qabil bəy, elə bir Aygün Kazımova, Röya, Şəbnəm, Damla daxil, o nəfəs, hamısından maska taxıb Fuad Ələsgərov əlaqədə olubdur və hamısının mamışını yalayıbdır. Bəziləri hiss edib bilmirəm deyənmələm, maska taxıb onların mamışını yalayan Fuad Ələsgərov olubdur. O ala qaranlıqlı yerdə. Lap konkret desək, Orxanın 22 AA 222 nömrəli avtomobili Fuad Ələsgərova ancaq qız daşımaqla məşğuldur. Hətta elə olur ki, Fuad Ələsgərov qrup seksdən zövq alır. Hər yerdən bir qız daşıyır. Malaletka, Bakirə, Rusu, nə bilim, Ukraynalı, Azərbaycanlısı. Orxanın özünün də qardaşının da vəzifəsi bilərəkdən yüksəltməyibdir. Fuad Ələsgərov bilərəkdən yüksəltməyib. Orxanın da qardaşının Muradın da vəzifəsini. Orxan Dadaşov. Çünki bunlar ancaq qız daşıyırlar. Bunların işi qız daşımaqdır. Baş prokurorluqda idarə rəisi təyin edilməsi qardaşının Fuada qız daşıma xidmətinin nəticəsidir. Onları ondan yuxarı vəzifəyə təyin ediləcək. Çünki qardaş, dolu deyə, doludur. Doludur. Sadəcə çatdıramıram.